Bugün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Kanal 10 TV Azərbaycan Qafqaz İnfoya istinadən xəbər verir ki, VAZ 21015 markalı avtomobil idarə etmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb. Dinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.